Bizə həkk olub, Rus gedirik. Məsəl üçün, mən dostuma atar mısın, SP biləcik verdim o vaxtı, 2 il bundan qabaq. O istifadə elədi, bugünkü günü deyir ki, nə danışsan, bu həyatdır. İndi də o beyninizdəki sualları həll etmək üçün birinci növbədə alın bu silahı, ondan sonra qərar, məndən almayın, gedin kimdən siz alın. Fərqi yoxdur. Amma keyfiyyət sardan. Keyfiyyəti özünüz təyin edin, özünüz bilin. Yəni, bütün demək olar ki, belə deyim, cənub bölgəsindən, Azərbaycanın bir çox bölgələrindən məni tanıyanlar bilirlər ki, heç vaxt keyfiyyətində şikayəti olan və yaxud da mənşəyi bəlli olmayan bir şey satmamışam. Kim də soruşub, bilmirəm cavabını deyərək öz yoluma davam eləmişəm. Mənim gördüyünüz vitrindəki silahları siz Rusiyada görə bilərsiniz, siz necə demək, Gürcüstanda görə bilərsiniz, siz Türkiyədə görə bilərsiniz, siz Pakistanda görə bilərsiniz, siz Hindistanda görə bilərsiniz. Bir çox ölkələrdə və Avropa ölkələrinin, Avropa bazarlarında belə siz mənim vitrinimdə olan silahları orada da görə bilərsiniz. Amma ki, özünüzdə, belə deyim də, bilinməyən təzə bir adda aldığını siz başqa yerdə axtarın, nəticəni, beyninizdə olan sualının cavabını da özünüz alacaqsınız. Mən kiminsə bazarına, kiminsə nəyinəsə heç vaxt dil uzatmıram. Mən sadəcə olaraq mənim klientlərimi, mənim ətrafımı, mənim dostlarımı, mənim inanıb gələnləri heç vaxt allatmağı düşünmürəm. Əksinə, həmişə mənə ətrafdan klient daha da çox gəlib. Gedib, o birisi, o da işləyib gəlib. Nəysə, sağ olun, var olun, görüşək inşallah.